Salam, bundan qabaq paylaşdığım cədvəl isim padejləri idi. Bu isə sifətlərin hallanmasıdır. Bu cədvəli biz bilməliyik. Bu cədvəl necə istifadə olunur? Gəlin baxaq. Baxın, yazılıb ki, мужской rod təkal, средний rod təkal, женский rod təkal, belə cəm hal. Cəmdə rod anlayışı yoxdur. Bəs bu rodlar nədir? Necə istifadə olunur? Biz isim cədvəlini biliriksə artıq bizə rahatdır. Baxın, isim, hallanan isim. Hallanan ismin roduna baxırsınız. İsim hansı roddadırsa, hansı padejdədirsə, baxın buradan seçirsiniz onu. Məsələn, я иду к брату. К брату. Иду к брату. Bunun qabağında sifət tutaq ki var. Starşi sifəti belə qoyublar, nöqtə. Mən brata baxıram. Brat sözü k-nı qəbul edibsə datil padejdədir. Brat sözü hansı roddur? Brat sözü mужской roddur. Hansı padejdədir? Datilni padejdədir. Gəlirəm bura. Mужской rodun datilində qəbul etdiyi şəkilçilərə baxıram. O mu, ye mu? Deməli, mən bura qoyacam. Я иду к старшему брату. Başa düşdünüz necə tətbiq edirik? Sestra olsa necə qoyardıq? Sestra sözü женский roddur. Женский rodda olan söz sestra. Женский rodda sifəti necə qoyardıq? Baxın, bu da женский rod hissəsidir. Женский rod daha rahatdır. İmnitilni padejdən, vinitilni padejdən başqa hamısı o, ye qəbul edir. Datilni padejdə də yenə o, ye. Sestra datilindədirsə, я иду к старшей сестре. Başa düşdünüz? Datilini seçirəm, bura qoyuram. Cəm hallarda isə rod anlayışı yoxdur. Sadəcə baxırıq, ismimiz cəmdə hansı padejdədirsə, sifəti də bu cəm şəkilçilərindən birini qoyuruq.